Salam dəyərli müəllimlər, hər vaxtınız xeyirli olsun, hər birinizi xoş gördük. Mən Mürsalova Gülnarə, FES Akademinin kurikulum müəllimi. Dəyərli müəllimlər, bu gün sizə maraqlı və geniş bir mövzunu izah etmək istəyirəm. Qiymətləndirmədir mövzumuzun adı, göründüyü kimi. Qiymətləndirmə mövzusu MİQ imtahanında, sertifikasiya imtahanında, müsahibə mərhələsində bizim ən çox ehtiyac duyduğumuz dərslərdən biridir. Təbii ki, hər yerdə qiymətləndirmə dərsinin izahını görə bilərsiniz, amma bu gün siz qiymətləndirmədə ən vacib məqamları öyrənəcəksiniz. Bir hissəsini bu həftə, digər hissəsini isə gələn həftə sizlərə təqdim edəcəm. İki hissəli olması sizin daha rahat şəkildə dərsi mənimsəmənizə kömək edəcək. Bugün biz qiymətləndirmənin neçə növü olduğunu, qiymətləndirmənin prinsipləri, qiymətləndirmə haqqında ümumi məlumatları öyrənəcəyik və təhlil edəcəyik. Gəlin baxaq, qiymətləndirmə konsepsiyası neçənci ildə qəbul olunub? 2009-cu il 13 yanvar tarixində qiymətləndirmə konsepsiyası təsdiqini tapmışdı. Ümumiyyətlə yadda saxlayaq, bəzən biz kurikulumun prinsiplərində qiymətləndirmə standartının nə demək olduğunu öyrənmişdik. Qiymətləndirmə şagirdin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. Bəli, biz qiymətləndirmə prosesi ilə şagirdin nailiyyətini ölçə bilərik və onun fəaliyyətini izləyə bilərik. Nə zaman qiymətləndirmə şagirdin fəaliyyətinə düzgün təsir göstərər, müsbət təsir göstərər? Bunları bilmək vacibdir. Əgər bir müəllim qiymətləndirmə prosesini düzgün təşkil edirsə, davamlı şəkildə şagirdini müşahidə edə bilirsə, onun fəaliyyətini izləyə bilirsə, qiymətləndirməni məqsədə uyğun apara bilirsə, standartları reallaşdıracaq şəkildə apara bilirsə, müəllimin qiymətləndirilməsi uğurlu olacaq. Əlbəttə ki, biz bura artıq müəllimin obyektiv olmasını, qiymətləndirmə zamanı qərəzsiz olması, şəffaf qiymətləndirmə aparması, qiymətləndirmənin digər prinsipləri olan uyğunluq, etibarlılıq və s. bunlara əməl etməsi də önəmli şərtlərdən biridir. Yəni, bunlar bir-birinə zəncirvari şəkildə bağlıdır ki, müəllim düzgün şəkildə şagirdini qiymətləndirə bilsin. Gəlin, ənənəvi qiymətləndirmə və müasir qiymətləndirmə arasında bəzi fərqlərə baxaq. Bu hissə əsasən müsahibə mərhələsində sizdən soruşulur. Ənənəvi qiymətləndirmədə qiymətləndirmə dərsin ancaq sonunda aparılırdı. Əgər yadınıza gəlirsə, xatırlayırsınızsa. Müasir qiymətləndirmədə isə qiymətləndirmə dərsin hər mərhələsində aparıla bilər. Yəni, bura müəllimin şagirdə jesti, mimikası, hər hansı bir sözü də qiymətləndirmə üsulu kimi istifadə oluna bilər. Amma ənənəvi qiymətləndirmədə yalnız dərsin sonunda aparılırdı. Ənənəvi qiymətləndirmədə biz şagirdin daha çox biliyinə qiymət verirdik. Məsələn, dərsi əzbər gəlib danışırdısa, bu onun 5 alması demək idi. Amma müasir qiymətləndirmə şagirdin öyrəndiyini tətbiq etməyinə daha çox diqqət ayırır. Yəni, şagird öyrəndiyi biliyi tətbiq edə bilirmi? Onu bacarığa çevirə bilirmi? Əsas məsələ budur və biz bunu qiymətləndiririk. Ona görə deyirik, ənənəvi qiymətləndirmədə bilik hissəsinə daha çox yer ayrılırdı. Müasir qiymətləndirmədə isə bilik və bacarığa eyni anda baxırıq. Ənənəvi qiymətləndirmədə qiymətləndirmə zamanı müəllim bəzən öz subyektiv rəyinə əsasən şagirdi qiymətləndirə bilirdi. Məsələn, bu gün şagirdin davranışı mənim xoşuma gəlmirsə, onu 2 yazardım və yaxud da 3 yazardım, əyləşməsini istəyərdim. Halbuki, qiymət şagirdin nailiyyət səviyyəsinə qoyulmuş dövlət tələbidir. Onun davranışına qoyulan dövlət tələbi deyil, şagirdin nailiyyətinə qoyulan dövlət tələbidir. Amma müasir qiymətləndirmədə müəllim artıq obyektiv rəyə əsasən şagirdə qiymət yazmalıdır. Şagirdin inkişafını sistemli şəkildə izləyib, daha sonra düzgün qərar verərək şagirdin nəticəsini qeyd etməlidir. Gəlin, baxaq indi qiymətləndirmə nəyə şərait yaradır? Bəzən bu suala siz tez-tez rastlaşa bilərsiniz testlərdə. Qiymətləndirmə şagirdin təlim nəticəsinə və yaxud da təlim məqsədinə nə qədər çatdığını müəyyən edir. Bu gün müəllim dərsdə ən birinci vəzifəsi nədir? Şagirdi dərsin əvvəlində müəyyən etdiyi təlim məqsədinə çatdırmaq. Yəni, loru dildə deyək, şagird hansı bilik və bacarığa sahib olmalıdır? Biz şagirdin hansı bilik və bacarığa sahib olacağını nə ilə müəyyən edirik? Qiymətləndirmə ilə. Deməli,
şagirdin təlim məqsədinə çatıb-çatmadığını qiymətləndirmə vasitəsilə müəyyən edirik. Şagirdin nailiyyəti haqqında bizə etibarlı məlumat verir. Yəni etibarlı şəkildə ölçərək bizə məlumat verir. Şagirdin səviyyəsi, şagird indi hardadır, harda olmalıdır. Bunun haqqında bizə məlumat verir. Hətta qiymətləndirmə nəinki şagird haqqında, müəllimin də fəaliyyəti haqqında müəllimə istiqamət verir. Müəllim öz fəaliyyətini necə qurmalıdır, müəllimə yol göstərir. Məsələn, diaqnostik qiymətləndirmə, formativ qiymətləndirmə. Onlar bir növ müəllim üçün strategiyadır ki, mən nə etməliyəm, mən fəaliyyətimdə nəyi dəyişməliyəm. Yəni müəllim də qısacası deyək ki, refleksiya edə bilər, öz fəaliyyəti ilə bağlı refleksiya edə bilər. Ən əsası qiymətləndirmə təhsilin inkişafına şərait yaradır. Məsələn, fən kurikulumlarının daha yaxşı tədris olunması, təhsilin daha yaxşı inkişaf etməsinin birbaşa göstəricisi qiymətləndirmə prosesidir. Gəlin davam edək, biz baxaq qiymətləndirmə prinsiplərinə. Uyğunluq, etibarlılıq prinsipi. Əslində, əziz müəllimlər, qiymətləndirmə prinsipləri çoxdur. Uyğunluq, etibarlılıq, obyektivlik, şəffaflıq, qərəzsizlik. Hətta imtahana bu il obyektiv qiymətləndirmə haqqında düşmüşdü. Qiymətləndirmədə obyektivlik prinsipi haqqında düşmüşdü. Yəni, onları da siz situasiyaya uyğun tapa bilərsiniz. Məsələn, tutaq ki, qərəzli qiymətləndirmə deyirsə, siz artıq burada müəllimin ayrı-seçkilik etməsinə diqqət yetirəcəksiniz. Müəllim qiymətləndirmə zamanı rəfiqəsinin övladını və yaxud da rəhbərin övladıdır deyə onun qiymətini şişirdilmiş formada qeyd edirsə, təbii ki, bu artıq qərəzsizlik olacaq. Və yaxud da əgər müəllim qiymətləndirməni düzgün aparmırsa, meyarları uşaqlara elan etmirsə, bu artıq qiymətləndirmədə şəffaflığın pozulması olacaq. Əgər müəllim öz fikrinə görə şagirdi qiymətləndirirsə, bu artıq müəllimin obyektivlik prinsipini pozması olacaq. İmtahanda da sual belə idi ki, müəllim şagirdin əvvəl aldığı qiymətlərə görə onu qiymətləndirir. Yəni, əvvəldə şagird nədirsə, sonda da elə ona uyğun şagirdi qiymətləndirir. Amma axı il boyu müəllim şagirdin fəaliyyətini izləməlidir. İl boyu şagirdin fəaliyyəti dəyişə bilər müəllimlər. Eləcə də uyğunluq, etibarlıqdan da danışaq. Uyğunluq o deməkdir ki, müəllimin keçdiyi mövzu ilə verdiyi tapşırıq eyni olmalıdır. Yəni, bu gün mən əgər sizə qiymətləndirmə dərsini keçirəmsə, qiymətləndirmənin testini verməliyəm. Bu gün mən sizə ismin mənsubiyyətə görə dəyişməsini keçirəmsə, ona uyğun sizə test verməliyəm. Uyğunluq bu deməkdir. Yəni, sənin keçdiyin mövzu ilə verdiyin tapşırıq üst-üstə düşməlidir. Uyğunluq prinsipi nəyə şərait yaradır? Ona şərait yaradır ki, sən təlim məqsədinə çatıb-çatmayacağını daha gözəl şəkildə müəyyən edə bilirsən. Məsələn, mən bugün hardan müəyyən edə bilərəm şagird dərsi başa düşdü yoxsa yox? Tapşırıq verməklə düzdür. Deməli, mən keçdiyim mövzuya uyğun şagirdə tapşırıq verməliyəm. Bəs etibarlılıq nə deməkdir? Şagirdin qiymətləndirmə nəticəsindəki davamlılığı deməkdir. Yəni, qiymətləndirmə nəticəsi şagirddə davamlı olmalıdır. Burada iki məsələ var. Şagirdin nəticəsi qalxma, yoxsa düşmədən söhbət gedir. Əgər bir şagird, məsələn, ismin mənsubiyyətə görə dəyişməsi bölməsindən 95 bal alıbsa, 2 ay sonra eyni mövzuda, eyni səviyyəli bir sınaqda şagird aşağı-yuxarı 90 ala bilər, 85 ala bilər, 81 bal ala bilər, amma 33 bal ala bilməz. Əgər şagird 95 bal alıbsa, 95-dən bir dəfəlik 33 bala düşməsi mümkünsüzdür. Məsələn, bəzən müəllimlər mənə sual verir, ola bilməz şagird zəifləyib, ola bilər. Zəifləyib şagird 91 ala bilər, 85 ala bilər, 81 ala bilər, amma 2 ala bilməz. Yəni 95 olan bir uşaq 0 ola bilməz. Eyni mövzudur, eyni səviyyəli sınaqdırsa, o 0 ala bilməz. Yadda saxlayın bunu. Yəni şagirdin qiymətləndirmə nəticəsindəki davamlılıq budur. Demək, əgər şagird 95 bal alıbsa, bir ay sonra 33 bal alacaqsa eyni mövzudan, müəllimin qiyməti etibarsız olub. Etibarlı deyil də, bir dəfə 95 verdi, bir dəfə 33 bal verdi. Burada artıq müəllimin qiyməti etibarlılığını
qorumur. Fərqli zamanlarda şagirdin aldığı nəticələr maksimum dərəcədə bir-birinə yaxın olmalıdır. Bəs bəzən mənə sual verilir. 55 bal alsa ola bilməzmi şagird 85 bala qalxsın? Bu ola bilər və olmalıdır da. Bu gözlənilən haldır, qəbul edilən haldır. Yuxarıda dediyim şərt qəbul edilməyən haldır. Amma aşağıda 55 baldan 85 bala qalxması əlbəttə ki, üzərində əgər çalışırsa, davamlı olaraq başqa testlərdən istifadə edirsə, onun nəticəsi qalxmalıdır və qalxacaq da. Şagirdin nəticəsi yuxarıdan aşağıya düşməməlidir, kəskin sürətdə. Özü müəllimlər, burada biz kəskin sürətdən danışırıq. Baxın, mən yenə də deyirəm. Şagird 95 bal alıbsa, 81 bal ala bilər, 82 bal ala bilər, hətta 79 bal da ala bilər. Amma 2 ala bilməz. Bunu yadda saxlayın. Davam edirəm. Gəlirəm qiymətləndirmənin istiqamətləri barədə məlumat verim. Qiymətləndirmənin 4 istiqaməti var. Milli qiymətləndirmə, beynəlxalq qiymətləndirmə, yekun qiymətləndirmə, məktəb daxili qiymətləndirmə. Bəzən müəllimlər məktəb daxili qiymətləndirmənin növü ilə qiymətləndirmənin 4 istiqamətini səhv, yerlərini qarışıq sayırlar. Qiymətləndirmənin 4 istiqaməti var. Məktəb daxili qiymətləndirmənin isə 3 istiqaməti olacaq. Yəni bu ayrıca bir hissədir. İndi biz baxaq qiymətləndirmənin istiqamətlərinə. Milli qiymətləndirmə, beynəlxalq yekun, məktəb daxili qiymətləndirmə. Milli qiymətləndirmə nəyə deyilir? Ölkəmizin təhsil ekspertləri tərəfindən aparılır. Yəni bizim ölkəmizin, Azərbaycanın təhsil ekspertləri tərəfindən aparılır. Təlim-tədris prosesinin keyfiyyətini dəyərləndirirlər. Adətən 4-9-cu sinifdə aparılır, amma bəzən 7-də də aparıla bilər. Əsasən 4-9-cu sinifdə deyirik, milli qiymətləndirmə keçirilir. Tədrisin prosesini, tədris təlim prosesinin keyfiyyətini dəyərləndirir. Təhsildə baş verən dəyişikliklər, onların səbəbləri, nəticələrini müzakirə etməyə bizə kömək edir milli qiymətləndirmə. Məsələn, kitablar dəyişir. Kitablar dəyişdikdən sonra qiymətləndirmə aparılır. Şagirdlər bu kitabları başa düşürmü? Şagird bu alt standartda yiyələnə bilirmi? Şagirdlər təlim məqsədinə, dövlətin qoyduğu o alt standartlara nə qədər çatıblar? Bizim vəsaitlərimizlə bu mümkündürmü, yoxsa yenə də dəyişmək lazımdır? Baxın, milli qiymətləndirmə buna kömək edir. Adətən biz deyirik ki, təhsilin keyfiyyətinin artması, fən kurikulumlarının keyfiyyətinin dəyərləndirilməsi, fən kurikulumları deyəndə həmin o kitabları da nəzərdə tutmaq olar. Fən kurikulumlarının keyfiyyətinin dəyərləndirilməsi milli qiymətləndirmənin sayəsində olur. Davam edirəm beynəlxalq qiymətləndirməyə. Görək beynəlxalq qiymətləndirmə nəyə deyilir? Adı üstündə, baxın burada beynəlxalq sözü var. Yəni bu həm bizim təhsil ekspertləri, həm də xarici təhsil ekspertləri tərəfindən aparılır. Beynəlxalq qiymətləndirmənin məqsədi ölkəmizdə təhsillə bağlı bir problem varsa, onun xarici ölkəyə baxıb aradan qaldırılması yönündə tədbirlər görməkdir. Məsələn, biz oxuyub anlama, dinləyib anlama problemlərini beynəlxalq qiymətləndirmə apardıqdan sonra gördük. Yəni, qiymətləndirmə keçiriləndən sonra biz gördük ki, oxuyub anlama bizdə 0 səviyyəsindədir. Dinləyib anlama bizdə 0 səviyyəsindədir. Və baxırıq, xarici dövlətlər, inkişaf etmiş ölkələr o problemi necə həll edirlər? Biz də onlardan örnək götürürük, nümunə götürürük, işimizi planlaşdırırıq. Yəni, bu dövlətə aid olan bir qiymətləndirmədir. Adətən elə 3-5 ildən bir keçirilir beynəlxalq qiymətləndirmə. Yekun qiymətləndirmə isə 9 və 11-ci sinifdə, adətən buraxılış imtahanı biz buna deyirik. 9 və 11-ci sinifdə aparılan şagirdin təhsil barədə sənəd almasına kömək edən qiymətləndirmədir. Yəni, yekun qiymətləndirmədə, məsələn, 9-cu sinifdə şagird imtahan verib, əgər sənəd alırsa, məktəbi artıq sənədini alıb məktəbdən gedə bilər. Ona görə biz buna deyirik ümumi orta və tam orta təhsil səviyyəsinin sonunda dövlət tərəfindən aparılan, yəni Təhsil Nazirliyi tərəfindən aparılan qiymətləndirmə yekun qiymətləndirmədir. Bəzən müəllimlər yekun qiymətləndirməni KSG və BSG ilə səhv salırlar. Yadda saxlayın müəllimlər, KSG, BSG başqadır, yekun qiymətləndirmə başqadır. Yekun qiymətləndirmə, bir daha deyirəm, 9 və 11-ci sinifləri bitirən zaman şagirdlər imtahan verir. Bu imtahandan keçirlərsə bir dövlət sənədi alırlar və həmin dövlət
dövlət sənədi də onların ümumi ortanı və yaxud da tam orta təhsili bitirdiyini təsdiq edən sənəd olur. Məktəb rəhbərliyi tərəfindən aparılmır. Bunu da yadda saxlayın. Kim tərəfindən aparılır? Təhsil Naziri tərəfindən aparılır. Və gəlirik məktəb daxili qiymətləndirməyə. Görək məktəb daxili qiymətləndirmə nəyə deyilir? Məktəb daxili qiymətləndirmə şagirdin fəaliyyətinin, nailiyyətinin məktəb rəhbərliyi və yaxud da müəllim tərəfindən qiymətləndirilməsi deməkdir. Məktəb daxili qiymətləndirmə şagirdin nailiyyətini yoxlaya bilir, onun fəaliyyətini izləyə bilir, irəliləyişini müşahidə edə bilir və şagirdin məqsədə nə dərəcədə çatıb-çatmadığını müəyyən edə bilir. 3 növ var məktəb daxili qiymətləndirmənin: diaqnostik qiymətləndirmə, formativ qiymətləndirmə, summativ qiymətləndirmə. Mən bu gün sizə diaqnostik qiymətləndirməni izah edəcəm. Növbəti həftələrdə isə formativ və summativ qiymətləndirməni də izah edərəm. Gəlin diaqnostik qiymətləndirməyə baxaq, görək diaqnostik qiymətləndirmənin məqsədi nədir? Ümumiyyətlə müəllimlər, yadda saxlayın ki, diaqnostik qiymətləndirmə şagirdə ilkin diaqnoz qoymaq üçün aparılan qiymətləndirmədir. Diaqnostik qiymətləndirmə ilə biz bilirik ki, bizim sinif şagirdlərimiz necədir, hansı bilik və bacarığa sahibdirlər, mən öz planımı necə qurmalıyam, hansı planımı, burada qeyd edirəm, illik planımı, perspektiv planı. Məsələn, perspektiv planı diaqnostik qiymətləndirmə aparandan sonra müəllim dəyişə bilər. Bunu yadda saxlayın. Və daha sonra mən hardan başlamalıyam, mən necə başlamalıyam, təlimi necə qurmalıyam, şagirdlərə necə diferensial yanaşa bilərəm, onların fərqliliklərini necə nəzərə ala bilərəm. Hər biri diaqnostik qiymətləndirmə vasitəsilə üzə çıxır müəllimlər. Bir müəllim şagirdinə diaqnostik qiymətləndirmə etmirsə, təsəvvür edin ki, həkim xəstəni müayinə etmədən ona resept yazır. Yəni, hər hansı bir dərmanı atmasını istəyir. Halbuki, heç bir analiz və yaxud da heç bir müayinə falan olmuyor. Diaqnostik qiymətləndirmə müəllimə kömək edir ki, o necə başlayacağına qərar versin, hardan başlayacağına, necə başlayacağına qərar versin. Çevik dəyişikliklər aparmaq üçün, bax, çevik dəyişiklikləri nəyə görə deyirik? İllik planımı tez dəyişə bilirəm. Məsələn, şagird müəyyən bir bölmədən çox zəif cavab verdisə, diaqnostik qiymətləndirmədə mən artıq illik planımda baxıram həmin mövzuya neçə saat vaxt ayırmışam, onu dəyişməliyəm, yoxsa olduğu kimi qalmalıdır. Bax, buna mən diqqət edirəm. Diaqnostik qiymətləndirmədə biz adətən, bax, burada yazmışam ki, keçiriləcək həm köhnə, həm də yeni biliklərə toxunmaq lazımdır. Bu nə deməkdir? Köhnə bilik deyəndə əslində biz nəyi nəzərdə tuturuq? Biz diaqnostik qiymətləndirmədə belə bir cümlə işlədirik. Deyirik ki, diaqnostik qiymətləndirmə bölmə ərzində müəllimin nə edəcəyinə, haradan başlayacağına qərar verməsinə kömək edir. Deməli, mən diaqnostik qiymətləndirməni bu bölmə ərzində hansı mövzuları keçirəmsə, həmin mövzulardan sadə suallar şəklində şagirdlərə təqdim etməliyəm. Təbii ki, mən aşağı sinifdə isim, sifət və yaxud da hesablama əməlini şagirdə keçirəm. 4-cü sinifdə və yaxud da daha yuxarı sinifdə onların biraz daha çətinləşdirilmiş formasını şagirdə tədris edirəm. Ona görə biz burada deyirik köhnə və yeni biliklər. Əslində köhnə deyəndə mən 3-cü sinifin diaqnostikasını aparmıram burada. 4-cü sinifdə hansı mövzuları keçirəmsə, şagirdlərin həmin mövzulardan köhnə biliklərini yada salmaq üçün bir diaqnostik qiymətləndirmə aparıram. Yadda saxlayın ki, diaqnostik qiymətləndirmə bölmənin əvvəlində, tədris ilinin əvvəlində, sinifə yeni bir şagird gələndə, sinifdən sinifə keçəndə müəllim tərəfindən aparılır. Müəyyən üsullarla apara bilərik, bibo ola bilər, sual-cavab ola bilər, müşahidə edə bilərik, tapşırıq verə bilərik, esse yazdıra bilərik və s. Diaqnostik qiymətləndirmənin nəticələri şagirdin portfoliosu olur, qovluğu. Həmin portfolionun içərisində saxlanılır, yadda saxlayın və rəsmi deyil diaqnostik qiymətləndirmə, heç bir qorxu və yaxud da şagirddə risk yaratmır. Ona görə də diaqnostik qiymətləndirmədə KSQ, BSQ-dəki kimi şagirddə həyəcan olmur müəllimlər. Müəllimin öz şəxsi jurnalı olur, sinif jurnalı yox.
öz şəxsi jurnalında da ilkin müşahidələrini müəllim qeyd edə bilər. Yadda saxlayın. Bəzən belə bir sual sizin qarşınıza çıxa bilər ki, diaqnostik qiymətləndirmə əgər rəsmi deyilsə, o zaman aparılmasın. Yəni aparılması o qədər də vacib deyil. Bu səhv fikirdir, yanlış fikirdir. Müəllim bayaqlarda qeyd etdim. Əgər şagirdinə diaqnoz qoya bilmirsə, müəllim hardan başlayacağını necə müəyyən edə bilər? Müəllim birinci diaqnozunu qoymalıdır, ondan sonra işinə davam etməlidir. Ona görə də birinci diaqnostik qiymətləndirmənin aparılması vacibdir və mütləqdir. Belə bir sualda sizin qarşınıza çıxa bilər. Diaqnostik tapşırıqlardan biz bölmənin sonunda da istifadə edə bilərik. Bəli, istifadə edə bilərik. Amma o diaqnostik qiymətləndirmə olmayacaq artıq. Yəni, məsələn, mən dərs ilinin əvvəlində şagirdə müəyyən mövzuda diaqnostik qiymətləndirmə verirəm. Bölmə bitəndən sonra həmin testi yenidən şagirdlərə təqdim edirəm. Bu zaman şagirdlər öz öyrənmələrini ölçə bilirlər. Məsələn, birinci dəfə bu testdən nə qədər yazmışam, amma indi nə qədər düzüm oldu. Yəni, şagird öz öyrənməsinə baxa bilər burada. Ona görə biz amma bunun adına diaqnostik qiymətləndirmə demirik artıq. Çünki o eyni testdir. Yəni, eyni səviyyəli mən test verirəm şagirdə. Artıq orada mənim məqsədim şagirdi diaqnostika eləmək deyil. Orada mənim məqsədim şagirdə nə öyrəndiyinə baxmasıdır. Diaqnostikdə həmişə yadda saxlayın, əvvəl sözünü görəcəksiniz, son sözünü görməyəcəksiniz. Hər şeyin əvvəlində, tədris ilinin əvvəlində, bölmənin əvvəlində, dərs ilinin əvvəlində, sinifdən sinifə keçəndə və s. həmişə əvvəl sözünü görəcəksiniz ki, bax burada diaqnostik qiymətləndirmə aparılır. Yəni bölmənin sonunda, bölmənin ortasında diaqnostik qiymətləndirmə aparılmır. Aparılsa da bu diaqnostik qiymətləndirmə sayılmayacaq. Sadəcə şagirdin öyrənməsinə baxması olacaq. Bunu da yadda saxlayın. Belə dəyərli müəllimlər, dərsi sizə izah etdim. İnanıram ki, yəni siz əgər bu hissəyə baxırsınızsa, artıq diaqnostik qiymətləndirmədən və yaxud da qiymətləndirmənin növlərindən, qiymətləndirmə haqqında ümumi məlumatlarla bağlı heç bir problem yaşamayacaqsınız. Çünki burada əsas vacib hissələri mən sizin üçün qeyd etmişəm. Dəyərli müəllimlər, video sizə yararlı oldusa, videonu bəyənməyi və paylaşmağı unutmayın. Unutmayın ki, FES Akademi ödənişli tələbələrlə yanaşı, ödənişsiz şəkildə özü hazırlaşan tələbələrə dəstək olmaq üçün belə bir missiyanı başladı. İstər metodika dərsindən, istər digər ixtisas fənlərindən siz hər həftənin bazar günü və həftə içi maraqlı suallar, testlər, məlumatlarla qarşılaşa bilərsiniz. Bunun üçün nə etmək lazımdır? Bizim kanallarımıza abunə olmaq lazımdır və mütləq izləmək lazımdır ki, yeniliklərdən xəbərdar olasınız. Sağ olun, növbəti həftə görüşərik.